Qoç. Karyera pillələrində irəliləmək üçün qarşınıza çıxan kiçik maneələri böyük fürsət kimi dəyərləndirməyiniz məsləhətdir. İş mühitində rəhbərliyin diqqətini çəkəcək qeyri-adi təkliflərlə çıxış etmək şansınız olduqca yüksəkdir. Maddi məsələlərdə ehtiyatlı davranmaq, gələcək investisiyalar üçün zəmin hazırlamaq lazımdır. Şəxsi büdcənizi idarə edərkən impulsiv alış-verişlərdən qaçmağınız cibinizə xeyir gətirər. Sevgi həyatınızda tərəf müqabilinizlə aranızda yaranan anlaşılmazlıqları səmimi söhbətlərlə həll etməyə çalışın. Yalnız olan qoçlar üçün köhnə tanışlardan gələcək maraqlı bir ismarış münasibətlərin yeni mərhələsinə keçid ola bilər. Daxili dünyanızda hüzur tapmaq üçün meditasiya və ya qısa yürüşlər zehninizi sakitləşdirəcəkdir. Özünüzə olan inamınız ətrafdakı insanların sizə qarşı rəğbətini daha da artırır. Sosial çevrənizdə nüfuzlu şəxslərlə quracağınız əlaqələr gələcəkdə peşəkar dəstək ala biləcəyinizə işarə edir. Dostlarınızla keçirəcəyiniz vaxt sizə mənəvi enerji bəxş edəcək. Günorta saatlarında gözlənilməz bir telefon zəngi planlarınızı müsbət mənada dəyişə bilər. Sənədləşmə işlərində diqqətli olmağınız, texniki detalları nəzərdən qaçırmamağınız vacibdir. Başqalarının rəyinə hörmətlə yanaşsanız da, son qərarı öz intuisiyanıza güvənərək verin. Sağlamlığınıza, xüsusən də baş ağrılarına qarşı həssas olmalı, istirahət rejimini pozmamalısınız. Yaradıcılıq potensialınızın zirvədə olduğu bir vaxtda hobbinizi gəlir mənbəyinə çevirmək barədə düşünə bilərsiniz. Yaxın dostunuzun verəcəyi məsləhət hazırda yaşadığınız bir dilemmanı həll etməyə kömək edəcək. Həddindən artıq riskli maliyyə əməliyyatlarından uzaq durmaq strateji baxımdan daha doğrudur. Keçmişdə yarımçıq qalmış layihələri tamamlamaq üçün əlverişli şərait yaranacaq. Özünüzü ifadə edərkən kəskin ifadələrdən qaçmaq, diplomatiyanı ön plana çıxarmaq lazımdır. Təbiətlə təmasda olmaq ruhunuzu təzələyəcək və iş həftəsinin yorğunluğunu üzərinizdən atmağa imkan verəcək. Buğa. İş həyatında nümayiş etdirdiyiniz stabillik və əzmkarlıq həmkarlarınız arasında sizə olan etimadı gücləndirir. Yeni layihələrə başlamazdan əvvəl mövcud öhdəliklərinizi qaydasına salmaq prioritet olmalıdır. Maliyyə axınının tənzimlənməsi üçün xərclərinizi qeyd etməyə başlamağınız uzun müddətli rifahın açarıdır. Gözlənilməz mənbələrdən gələn kiçik məbləğlər sizi sevindirə bilər, lakin bu pulları dərhal xərcləməyə tələsməyin. Münasibətlərdə qarşı tərəfin ehtiyaclarını anlamağa çalışmaq, empatiya qurmaq bağlarınızı daha da möhkəmləndirəcək. Uzun müddətdir davam edən soyuqluq varsa, ilk addımı atmaq üçün münasib şərait yaranıb. Psixoloji olaraq özünüzü daha qətiyyətli hiss edəcəyiniz bu dövrdə mənfi enerjili insanlardan uzaq durmalısınız. Həyatınıza yenilik qatmaq istəyi evinizdə və ya ofisinizdə kiçik dəyişikliklər etməyə sövq edə bilər. Sosial mühitlərdə səbirli davranmaq və mübahisəli mövzulardan yayınmaq reputasiyanızı qoruyacaq. Qohumlarla olan münasibətlərdə keçmiş incikliklərin üzərindən xətt çəkmək zamanıdır. Gözlənilməz qonaqların gəlişi axşam planlarınızı daha rəngarəng edə bilər. Sağlam qidalanmaya keçid etmək üçün bədəninizin verdiyi siqnallara qulaq asmağınız olduqca əhəmiyyətlidir. Zehni yorğunluğu aradan qaldırmaq üçün musiqi dinləmək və ya kitab oxumaq sizə terapiya kimi təsir edəcək. Texnoloji cihazlarla bağlı yaranacaq xırda nasazlıqlar səbrinizi sınağa çəkə bilər, təmkinli olun. İşgüzar görüşlərdə özünüzü təqdim etmə qabiliyyətiniz yeni əməkdaşlıq qapılarını aça bilər. Maddi sabitliyi qorumaq üçün lüks xərcləri minimuma endirməli, praktik həllərə üstünlük verməlisiniz. Kimsə sizə qarşı haqsızlıq edərsə, sərt reaksiya vermək əvəzinə sükutunuzla cavab verməyiniz daha təsirli olar. Yaradıcı işlərlə məşğul olan buğalar üçün ilham pərisi gözlənilməz bir məqamda gələ bilər. Şəxsi inkişafınız üçün onlayn kurslara və ya seminarlara qatılmaq intellektual səviyyənizi artıracaq. Hisslərinizi gizlətmək yerinə güvəndiyiniz birini açmaq çiyinlərinizdəki yükü yüngülləşdirər. Həyatın dadını çıxarmaq üçün kiçik detallardakı gözəlliyi görməyi öyrənməlisiniz. Əkizlər. Ünsiyyət bacarığınızın ən yüksək səviyyədə olduğu bu dövrdə danışıqlar aparmaq və razılaşmalar əldə etmək asanlaşacaq. Karyeranızda informasiya texnologiyalarından və ya yeni mediadan istifadə etmək sizi rəqiblərinizdən bir addım öndə tutacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün bir neçə mənbədən gəlir əldə etmək imkanlarını araşdırmalısınız. Ticarətlə məşğul olanlar üçün satışların artacağı, yeni müştərilərin qazanılacağı dinamik bir proses başlayır. Sevgi məsələlərində partnyorunuzla eyni tezlikdə olmaq üçün daha çox vaxt keçirməli, birlikdə ortaq maraqlar tapmalısınız.
Subay əkizlər üçün intellektual səviyyəsi ilə heyran edəcək yeni bir insanla tanışlıq ehtimalı var. Emosional dalğalanmaların qarşısını almaq üçün məntiqinizə güvənməli və hadisələrə soyuqqanlı yanaşmalısınız. Sosial şəbəkələrdə aktivliyiniz artacaq, bu da sizə yeni və maraqlı tanışlıqlar vəd edir. Səyahət planları gündəmə gələ bilər, qısa müddətli bir gəzinti əhvalınızı kökündən dəyişəcək. Yaxın ətrafınızda baş verən hadisələrə qarşı biraz məsafəli durmağınız öz şəxsi hüzurunuzu qorumaq üçün vacibdir. Gözlənilməz bir xəbər sizdə həm təəccüb, həm də gələcəyə dair ümid yarada bilər. Diqqət dağınıqlığı yaşamamaq üçün eyni vaxtda bir neçə işlə məşğul olmaqdan çəkinməlisiniz. İdmanla məşğul olmaq və ya rəqs etmək bədəninizdəki artıq enerjini müsbətə yönəltməyə kömək edəcək. Fikir ayrılığı yaşadığınız insanlarla ortaq məxrəcə gəlmək üçün diplomatik qabiliyyətinizi işə salın. Pul köçürmələri və ya bank əməliyyatları zamanı rəqəmləri 2 dəfə yoxlamağınız məsləhətdir. Özünüzü hər hansı bir mövzuda təkmilləşdirmək üçün əlinizə düşən məlumatları dərhal dəyərləndirin. Motivasiyanızı artırmaq üçün keçmiş uğurlarınızı xatırlamaq sizə lazımi gücü verəcəkdir. Qeybətdən və boş söhbətlərdən uzaq durmaq zamanınızı daha səmərəli idarə etməyə imkan verər. Ailə üzvlərinin qayğısına qalmaq və onlarla axşam yeməyində bir araya gəlmək mənəvi bağlarınızı bərpa edəcək. Hər bir çətinliyin arxasında bir dərs olduğunu unutmadan qarşılaşdığınız sınaqlara təbəssümlə yanaşın. Xərçəng. Peşəkar fəaliyyətinizdə uzun müddətdir üzərində çalışdığınız layihələrin bəhrəsini görmək üçün səbrli davranmağınız olduqca vacibdir. İş mühitində intuisiyalarınıza güvənmək, məntiqi təhlillərlə birləşdikdə sizi gözlənilməz uğurlara apara bilər. Maddi sahədə ailəvi xərclərin ön plana çıxacağı bir dönəmdə qənaət rejiminə keçmək gələcək maliyyə sıxıntılarının qarşısını alacaq. Daşınmaz əmlak və ya ev təmiri ilə bağlı planlar gündəmə gələrsə, mütəxəssis rəyi almadan qərar verməyin. Sevgi münasibətlərində həddindən artıq həssaslıq tərəf müqabilinizlə aranızda süni gərginlik yarada bilər, buna görə də hisslərinizi daha mülayim ifadə etməyə çalışın. Yaxınlarınızın dəstəyi ruh yüksəkliyinizi artıracaq və özünüzü daha güvəndə hiss etmənizə şərait yaradacaqdır. Keçmişə olan bağlılığınız bəzən irəli getməyinizə mane olur, odur ki, köhnə xatirələri buraxıb gələcəyə fokuslanmaq zamanıdır. Daxili dünyanızda hüzur tapmaq üçün su kənarında vaxt keçirmək və ya evdə sakit atmosfer yaratmaq sizə çox yaxşı təsir edəcək. Sosial əlaqələrdə hər kəsə eyni dərəcədə güvənmək əvəzinə səmimiyyətinə əmin olduğunuz insanlarla vaxt keçirməyiniz tövsiyə olunur. Köhnə bir dostun verəcəyi xəbər sizi duyğulandıra bilər, lakin bu hisslərin cari işlərinizə mane olmasına icazə verməyin. Sağlamlığınıza diqqət yetirməli, xüsusən də mədə-bağırsaq sisteminizi yormayacaq qidalara üstünlük verməlisiniz. İşgüzar görüşlərdə emosional zəkanız sayəsində qarşı tərəfin gizli niyyətlərini asanlıqla sezə biləcəksiniz. Gözlənilməz məişət xərcləri çıxa bilər, lakin bu vəziyyət ümumi büdcənizə ciddi təsir göstərməyəcəkdir. Yaradıcılıqla məşğul olan xərçənglər üçün bu dövr ilham dolu anlarla yadda qalacaq. Özünüzü motivasiya etmək üçün kiçik uğurlarınızı qeyd etməyi və özünüzü mükafatlandırmağı unutmayın. Başqalarının problemlərini çiyninizə götürməkdən imtina edib, biraz da öz ehtiyaclarınızın qayğısına qalmalısınız. Günün ikinci yarısında alacağınız bir təklif karyeranızda yeni üfüqlər aça bilər. Şiir. Liderlik xüsusiyyətlərinizin parladığı bir vaxtda iş kollektivinizi ortaq məqsəd ətrafında birləşdirmək qabiliyyətiniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcəkdir. Karyeranızda böyük bir sıçrayış etmək üçün qarşınıza çıxan riskli görünsə də, perspektivli imkanları dəyərləndirməkdən qorxmayın. Maddi məsələlərdə özünüzə olan həddindən artıq inam bəzən böyük xərclərə yol aça bilər, ona görə də investisiya qərarlarında soyuqqanlılığı qorumalısınız. Şəxsi büdcənizi idarə edərkən lüks həvəsinizi biraz cilovlamaq gələcəkdə daha böyük alışlar üçün zəmin yaradar. Sevgi həyatınızda ehtirasın və diqqətin mərkəzində olmaq istəyiniz partnyorunuz tərəfindən müsbət qarşılansa da, onun da hisslərinə yer ayırmağı unutmayın. Tənha şirlər üçün daxil olduqları yeni mühitdə bütün baxışları üzərlərinə çəkəcək parlaq bir tanışlıq gözlənilir. Özünüzü enerjili və hər bir çətinliyə qalib gələcək gücdə hiss edəcəyiniz bir ruh halındasınız. Sosial mühitdə təşkilatçılıq qabiliyyətiniz sayəsində diqqət mərkəzində olacaq, maraqlı dəvətlər alacaqsınız. Özünüzü ifadə edərkən təkəbbürdən qaçıb səmimiyyətə üstünlük versəniz, ətrafınızdakı sadiq insanların sayı daha da artacaq. Gözlənilməz bir səfər təklifi və ya iş ezamiyyəti planlarınızı tamamilə dəyişə bilər, bu dəyişikliyə açıq olun.
Sağlamlıq baxımından onurğa və bel nahiyənizə diqqət yetirməli, ağır fiziki işlərdən qaçmalısınız. Yaradıcılıq layihələrinizdə öz imzanızı qoymaq üçün orijinal ideyalarınızı çəkinmədən paylaşın. Həmkarlarınızla olan rəqabəti sağlam müstəviyə daşımaq həm sizin, həm də işin xeyrinə olacaqdır. Axşam saatlarında dostlarınızla keçirəcəyiniz vaxt sizi gündəlik qayğılardan tamamilə uzaqlaşdıracaq. Motivasiyanızın aşağı düşdüyü anlarda böyük hədəflərinizi düşünərək yenidən ayağa qalxmağı bacarmalısınız. Pul münasibətlərində borc vermək və ya götürmək üçün əlverişli vaxt deyil, mövcud vəziyyəti qorumaq daha yaxşıdır. Hər hansı bir tənqid aldıqda dərhal müdafiəyə keçmək əvəzinə oradan çıxarılacaq dərslərə fokuslanın. Qız. İş prosesində detallara verdiyiniz önəm sayəsində başqalarının gözdən qaçırdığı mühüm xətaları düzəldərək böyük bir uğura imza ata bilərsiniz. Analitik düşüncə tərziniz mürəkkəb problemlərin həllində sizə ən böyük köməkçi olacaq, lakin mükəmməlliyətçilik naminə vaxt itirməməyə çalışın. Maddi sahədə hesablı və planlı hərəkət etmək sizə hər zaman qazandırır, buna görə də xərclərinizi prioritetlərə görə sıralayın. Əlavə qazanc imkanları haqqında araşdırma aparmaq və ya köhnə investisiyalarınızı nəzərdən keçirmək üçün uyğun bir dövrdür. Sevgi münasibətlərində xırda iradları bir kənara qoyub, münasibətin bütövlüyünə və səmimiyyətinə diqqət yetirməyiniz aradakı harmoniyanı bərpa edər. Qarşı tərəfdən gözlədiyiniz diqqəti görmək üçün əvvəlcə özünüzün nələr hiss etdiyinizi açıq şəkildə bildirməlisiniz. Psixoloji olaraq nizam-intizama ehtiyac duyduğunuz bu vaxtda gündəlik rejiminizi planlaşdırmaq sizə daxili rahatlıq bəxş edəcək. Sosial əlaqələrdə hər kəsin işinə müdaxilə etmək əvəzinə sadəcə ehtiyac duyulduqda məsləhət verməyiniz daha çox hörmətlə qarşılanacaq. Yeni tanış olduğunuz insanların daxili aləmini kəşf etmək üçün tələsməyin, zaman hər şeyi öz yerinə qoyacaq. Gözlənilməz texniki problemlər və ya planlaşdırılmamış işlər gününüzün bir hissəsini məşğul edə bilər, amma siz bunun öhdəsindən asanlıqla gələcəksiniz. Sağlamlıq məsələlərində xüsusilə immunitet sisteminizi gücləndirəcək təbii üsullara və vitamin balansına önəm verin. Zehni yorğunluğu atmaq üçün təbiətdə tək başına vaxt keçirmək və ya meditativ məşğuliyyətlər faydalı olacaqdır. İş yerində sənədlərin qaydasında olması və arxivləşdirmə işləri sizi gələcək baş ağrılarından xilas edəcək. Maddi yardıma ehtiyacı olan birinə edəcəyiniz kiçik yaxşılıq mənəvi dünyanızı zənginləşdirəcək. Özünüzə qarşı həddindən artıq tənqidi olmaqdan əl çəkin və indiyə qədər qət etdiyiniz yolu qiymətləndirməyi öyrənin. Tərəzi. İş mühitində ədaləti bərpa etmək və tərəflər arasında orta məxrəc tapmaq missiyası sizin üzərinizə düşə bilər. Diplomatik bacarığınız ən gərgin müzakirələri belə uğurla nəticələndirməyə və nüfuzunuzu artırmağa kömək edəcək. Maddi məsələlərdə tərəfdaşlıqlar və ya müştərək layihələr vasitəsilə gəlir əldə etmək şansınız olduqca yüksəkdir. Uzun müddətdir almağı planlaşdırdığınız bir əşya üçün lazımi məbləği toplamaq yolunda mühüm bir addım ata bilərsiniz. Sevgi həyatınızda harmoniya və estetikaya olan ehtiyacınız partnyorunuzla keçirəcəyiniz romantik bir axşamla təmin oluna bilər. Tənha tərəzilər üçün incəsənət mühitində və ya mədəni tədbirdə maraqlı bir ruh əksi ilə qarşılaşma ehtimalı var. Psixoloji olaraq özünüzü qərar verməkdə çətinlik çəkən bir vəziyyətdə tapsanız, məntiqinizdən çox hisslərinizə qulaq asın. Sosial həyatınızda ətrafınızdakıların problemlərini dinləmək sizi bir növ məsləhətçi mövqeyinə yüksəldəcək. Gözlənilməz bir dəvət və ya sosial tədbir günün axarını tamamilə dəyişərək sizə yeni vizyon qazandıra bilər. Ünsiyyətdə yox deməyi öyrənmək, öz şəxsi vaxtınızı başqalarının mənasız xahişlərinə qurban verməmək üçün mütləqdir. Sağlamlıq baxımından böyrəklərinizə və bədəndəki su balansına xüsusi diqqət yetirməli, duzlu qidalardan qaçmalısınız. Yaradıcılıq potensialınızı evinizin dizaynında və ya geyim tərzinizdə dəyişiklik edərək büruzə verə bilərsiniz. Maddi öhdəliklərinizi vaxtında yerinə yetirmək, gələcəkdə yarana biləcək hüquqi gecikmələrin qarşısını alacaq. İşgüzar səfərlər və ya uzaqdan idarə olunan layihələr üçün perspektivli bir dövr başlayır. Motivasiyanızı yüksək tutmaq üçün sizi ruhlandıran insanlarla daha çox vaxt keçirməyə çalışın. Həmkarlarınızla səmimi, lakin məsafəli bir münasibət qurmaq iş məhsuldarlığınızı stabil saxlayacaqdır. Özünüzü ifadə edərkən sözlərinizi elə seçin ki, heç kimin qəlbinə toxunmadan həqiqəti deyə biləsiniz. Həyatın gözəlliklərini görmək və onlardan həzz almaq üçün tələsmədən yaşamağın dadını çıxarın. İmzalamalı olduğunuz mühüm sənədlərdəki gizli bəndlərə diqqət yetirməyiniz xəbərdarlıq olunur. Əqrəb. Karyeranızda strateji bir gediş etmək və rəqiblərinizdən gizli saxladığınız planları həyata keçirmək üçün mükəmməl bir vaxtdır.
Qarşınıza qoyduğunuz hədəflərə çatmaq üçün göstərdiyiniz sarsılmaz iradə ətrafdakılarda həm heyranlıq, həm də biraz çəkinmə hissi yaradır. Maliyyə sahəsində böyük risklərə girmədən əvvəl bütün detalları dərindən araşdırmalı və kənar təsirlərə qapılmamalısınız. Miras, sığorta və ya vergi kimi rəsmi məsələlərdə xeyrinizə ola biləcək bir irəliləyiş gözlənilir. Sevgi münasibətlərində ehtirasın dərəcəsi artsa da, qısqanclıq və idarə etmə istəyindən uzaq durmaq bağlarınızın sağlamlığı üçün vacibdir. Gizli saxladığınız bir duyğunun qarşı tərəfə bəlli olması münasibətlərdə tamamilə yeni və səmimi bir səhifə aça bilər. Psixoloji olaraq daxili transformasiya dövrü keçirirsiniz, bu da köhnə vərdişlərdən qurtulmağınıza kömək edəcək. Sosial əlaqələrdə hər kəsə sir verməməli, yalnız illərin sınağından çıxmış dostlarınıza güvənməlisiniz. Gözlənilməz bir sirrin üstünün açılması bəzi insanlara olan baxış bucağınızı kökündən dəyişə bilər. Ünsiyyətdə manipulyativ taktikalardan qaçmaq və birbaşa olmaq qarşı tərəfin sizə olan etibarını gücləndirər. Sağlamlıq məsələlərində reproduktiv sistemə və ümumi immunitetə qarşı həssas olmalı, soyuqdan qorunmalısınız. İş yerində yaranan gərginliyi daxilinizə atmayın, fiziki aktivliklə bu enerjini bədəninizdən çıxarın. Maddi qazanclarınızı artırmaq üçün yeni texnologiyaları və ya rəqəmsal platformaları sınaqdan keçirmək uğurlu ola bilər. Özünüzü motivasiya etmək üçün daxili gücünüzə və keçmişdəki çətin qələbələrinizə fokuslanın. Başqalarının sizin haqqınızda nə düşündüyündən çox öz prinsiplərinizə sadiq qalmağınız sizi uğura aparan yeganə yoldur. Axşam saatlarında tək qalmaq və gələcək planlarınızı vizuallaşdırmaq zehni aydınlıq gətirəcək. Hər hansı bir şübhəli təklif aldıqda daxili səsinizə, intuisiyanıza güvənin, o sizi heç vaxt yanıltmır. Yarımçıq qalmış araşdırmaları tamamlamaq və ya itmiş bir əşyanı tapmaq üçün şanslı bir gündür. Ox atan. Peşəkar fəaliyyətinizdə üfüqlərinizi genişləndirmək və beynəlxalq layihələrdə iştirak etmək üçün əla imkanlar yaranır. Yeni biliklər əldə etmək həvəsiniz sizi müxtəlif seminarlara və ya təlimlərə yönəldə bilər ki, bu da gələcəkdə karyera yüksəlişinizə səbəb olacaq. Maddi vəziyyətinizdəki dalğalanmaların qarşısını almaq üçün büdcənizi daha ciddi nəzarətdə saxlamalı və lüzumsuz xərcləri ixtisar etməlisiniz. Şans oyunları və ya riskli yatırımlardan uzaq durmaq, əlinizdə olanı qorumaq bu dövr üçün ən yaxşı strategiyadır. Sevgi həyatınızda azadlıq, sevginizlə bağlılıq hissi arasında bir balans yaratmağa çalışın. Partnyorunuzla birlikdə çıxacağınız qısa bir səyahət və ya macəra münasibətlərinizə yeni rənglər qatacaq. Psixoloji olaraq nikbinlik dalğasında olsanız da, reallıqdan tam qopmamağa və vədlər verərkən yerinə yetirə biləcəyinizdən əmin olmağa çalışın. Sosial çevrənizdə fərqli mədəniyyətlərdən olan insanlarla quracağınız əlaqələr sizə yeni həyat fəlsəfəsi qazandıra bilər. Gözlənilməz bir xaricdən gələn xəbər və ya qonaq planlarınızda dəyişiklik etməyinizə səbəb olacaq. Ünsiyyətdə həddindən artıq dürüstlük bəzən qarşı tərəfi incidə bilər, ona görə də həqiqəti daha yumşaq şəkildə çatdırmağa çalışın. Sağlamlıq baxımından qaraciyər və bud nahiyələrinə diqqət yetirməli, ağır yeməklərdən və spirtli içkilərdən uzaq durmalısınız. İş yerində kollektiv işinə üstünlük vermək, tək başına hərəkət etməkdən daha səmərəli nəticələr verəcəkdir. Yaradıcı düşüncəniz sayəsində ən darıxdırıcı tapşırıqları belə maraqlı bir prosesə çevirə bilərsiniz. Motivasiyanızın qaynağı olan səyahət arzularınızı gerçəkləşdirmək üçün kiçik bir səyahət fondu yaratmağa başlayın. Maddi yardıma ehtiyacı olan birinə məsləhət və ya yol göstərməklə böyük dəstək ola bilərsiniz. Hər hansı bir hüquqi məsələdə qərar verməzdən əvvəl bütün qanunvericilik aktlarını diqqətlə nəzərdən keçirin. Oğlaq. İş həyatında nümayiş etdirdiyiniz peşəkarlıq və ciddi intizam, çətin tapşırıqların öhdəsindən layiqincə gəlməyinizə şərait yaradacaq. Karyeranızda uzun müddətli hədəflərinizə çatmaq üçün qarşınıza çıxan bürokratik maneələri səbirlə dəf etməli və soyuqqanlılığınızı qorumalısınız. Maddi sahədə hər qəpiyin hesabını bilməyiniz sayəsində gələcək üçün möhkəm maliyyə bazası formalaşdıra bilirsiniz. Daşınmaz əmlakla bağlı məsələlərdə və ya uzun müddətli investisiyalarda fürsətləri dəyərləndirmək üçün uyğun bir zaman kəsiyidir. Sevgi münasibətlərində hisslərinizi büruzə verməkdə biraz çətinlik çəksəniz də əməllərinizlə tərəf müqabilinizə olan sadiqliyinizi sübut edəcəksiniz. Ciddi münasibət axtarışında olan oğlaqlar üçün etibarlı və ayaqları yerə möhkəm basan bir insanla tanışlıq ehtimalı var. Psixoloji olaraq özünüzə qarşı həddindən artıq tələbkar olmağınız gərginliyi artıra bilər. Odur ki, bəzən özünüzə istirahət hüququ tanıyın. Sosial çevrənizdə yaşca böyük və təcrübəli şəxslərlə quracağınız dialoqlar sizə həyat dərsi mahiyyətində vacib məlumatlar qazandıracaq.
Gözlənilməz rəsmi bir bildiriş və ya işgüzar təklif yaxın günlərdəki planlarınızı daha da ciddiləşdirə bilər. Ünsiyyətdə quru və rəsmi tonu bir kənara qoyub, səmimiyyətə yer vermək insanların sizə qarşı olan rəğbətini artırar. Sağlamlıq baxımından sümüklərinizə və dişlərinizə diqqət yetirməli, kalsium balansını qorumalısınız. İş yerində kollektivin məsuliyyətini təkbaşına çiyninizə götürmək yerinə vəzifələri bölüşdürməyi öyrənməlisiniz. Yaradıcılıq potensialınızı praktik həllər tapmaq və iş prosesini optimallaşdırmaq üçün istifadə edə bilərsiniz. Motivasiyanızı artırmaq üçün keçmişdə qazandığınız uğurların siyahısını nəzərdən keçirin və özünüzlə qürur duyun. Maddi risklərdən qaçmaq və təhlükəsizlik kəmərini hər zaman bağlı tutmaq sizin həyat fəlsəfəniz olmalıdır. Axşam saatlarında tək qalmaq və səssizlikdə gələcək həftənin planını cızmaq sizə mənəvi rahatlıq verəcək. Hər hansı bir çətinliklə qarşılaşdıqda geri çəkilmək yerinə strateji geri çəkilmə edib daha güclü qayıtmağı hədəfləyin. Dolça. İş mühitində innovativ ideyalarınızla seçilməli və köhnəlmiş metodlardan imtina edərək yeni texnologiyaları prosesə inteqrasiya etməlisiniz. Karyeranızda müstəqil hərəkət etmək istəyiniz rəhbərliklə bəzi fikir ayrılıqlarına səbəb olsa da, arqumentlərinizi məntiqlə müdafiə etsəniz qazanan siz olacaqsınız. Maddi məsələlərdə qeyri-adi gəlir mənbələri tapmaq və ya rəqəmsal aktivlərlə məşğul olmaq üçün maraqlı təkliflər ala bilərsiniz. Şəxsi büdcənizi idarə edərkən gözlənilməz xərclərə qarşı hazırlıqlı olmalı, ehtiyat fondu yaratmağa başlamalısınız. Sevgi həyatınızda dostluq və eşq arasındakı incə pərdənin qalxacağı bir mərhələyə qədəm qoya bilərsiniz. Tənha dolçalar üçün intellektual müzakirələr zamanı yaranan bir qığılcım uzun müddətli bir əlaqənin başlanğıcı ola bilər. Psixoloji olaraq azadlıq və müstəqillik ehtiyacınızın artdığı bu dövrdə sizi məhdudlaşdıran hər şeydən uzaqlaşmaq istəyəcəksiniz. Sosial həyatınızda müxtəlif qruplara və ya xeyriyyə cəmiyyətlərinə qoşulmaq mənəvi dünyanızı zənginləşdirəcək. Gözlənilməz bir texnoloji yenilik və ya xəbər dünya görüşünüzün genişlənməsinə səbəb ola bilər. Ünsiyyətdə orijinal və fərqli düşüncələrinizi bölüşməkdən çəkinməyin, çünki bu sizi kütlədən fərqləndirən əsas xüsusiyyətdir. Sağlamlıq baxımından qan dövranına və ayaq nahiyələrinə diqqət yetirməli, hərəkətli həyat tərzinə üstünlük verməlisiniz. İş yerində yaranan monotonluğu qırmaq üçün iş masanızda və ya gündəlik iş rejiminizdə kiçik yeniliklər edin. Yaradıcılıq layihələrində gələcəyə hesablanmış, vizyoner addımlar atmaq sizə böyük populyarlıq qazandıra bilər. Motivasiyanızı yüksək tutmaq üçün bəşəriyyətə faydalı ola biləcək işlərlə məşğul olmağın yollarını axtarın. Maddi yardıma ehtiyacı olan bir layihəyə dəstək vermək sizə gözlənilməz mənəvi qapılar açacaq. Başqalarının sizi anlamadığını düşündükdə ruhdan düşmək yerinə öz fərqliliyinizi qəbul edib bununla fəxr edin. Balıqlar. Peşəkar fəaliyyətinizdə ilham pərisinin köməyi ilə yaradıcılıq tələb edən tapşırıqları möcüzəvi şəkildə yerinə yetirə bilərsiniz. İş mühitində rəqabətdən uzaq durub, sülh və əməkdaşlıq atmosferi yaratmaq bacarığınız hər kəs tərəfindən təqdir olunacaq. Maddi sahədə intuisiyalarınız sizə hansı addımı atmağınız barədə doğru ipucu verəcək, lakin xəyallara qapılıb real rəqəmləri unutmamağınız vacibdir. Xeyriyyəçiliklə məşğul olmaq və ya kiməsə maddi dəstək vermək istəyiniz arta bilər, lakin əvvəlcə öz maliyyə təhlükəsizliyinizi təmin edin. Sevgi münasibətlərində romantizm və mənəvi yaxınlıq axtarışınız partnyorunuzla aranızda sehirli bir bağın yaranmasına səbəb olacaq. Tənha balıqlar üçün sirli və emosional dərinliyi olan bir insanla tanışlıq ehtimalı olduqca yüksəkdir. Psixoloji olaraq həssaslığınızın artdığı bu dövrdə neqativ xəbərlərdən və insanlardan mümkün qədər uzaq durmağa çalışın. Sosial əlaqələrdə səmimiyyətə və mənəvi dəyərlərə üstünlük verən insanlarla bir araya gəlmək sizə daxili rahatlıq bəxş edəcək. Gözlənilməz bir yuxu və ya bəsirət gözünüzün açılması həyatınızdakı bir düyünü həll etməyə kömək edə bilər. Ünsiyyətdə empatiya qurmaq qabiliyyətiniz sayəsində insanların daxili ağrılarını sağaltmağa kömək edən bir dinləyiciyə çevriləcəksiniz. Sağlamlıq məsələlərində ayaqlarınızın rahatlığına və dərinin həssaslığına diqqət yetirməli, bol mayı qəbul etməlisiniz. İş yerində yarımçıq qalmış işləri bitirmək üçün özünüzə sakit bir künc tapıb fokuslanmağınız məsləhətdir. Yaradıcılıq işləri ilə məşğul olanlar üçün bu dövr şah əsərlərini yaratmaq üçün ən məhsuldar vaxt ola bilər. Motivasiyanızı artırmaq üçün dəniz kənarında vaxt keçirmək və ya rənglərin dünyasına dalmaq sizə ruh verəcək. Maddi məsələlərdə qurban roluna girməkdən qaçın və öz haqqınızı tələb etməkdə qətiyyətli olun. Başqalarının emosiyalarını süngər kimi çəkməmək üçün daxili enerjinizi qoruyan bir qalxan yaratmağı öyrənin.
Axşam saatlarında meditasiya, dua və ya sadəcə xəyallara dalmaq günün yorğunluğunu üzərinizdən atacaq.